Hamısı müstakil bu gün sizlerle yeni bir video seçəcək. Bu gün sizlərlə ilk videomuzdur və bu gün sizlərlə 10 oyuncağı dərləmişəm dostlar. Almaq istəyəcəyiniz gördükdə 10 oyuncağı dərləmişəm. Birinci maşınımız ekranlarda gördüyünüz maşındır. Bəli, akülü maşındır. Arxasında da arxasını və ağ hissəsini görürsünüz. Bu isə Toyota'nın Land Cruiser firmasının 10 qat kiçildilmiş haldır. Arxasını da görmək istəyənlər ekrana diqqətlə baxsın. Çox yaxşı bir maşındır. Almaq istəyirsiniz məncə. Yəni mən şəxsən alaram. Bu isə Nerf'ün icad etdiyi, Nerf'ün buraxdığı bir maşındır. Üstünün Nerf silahları var. Mekanizma da belə gedir. Mən alardım valla. Pulum olsa yəni alaram. Bu isə dostunuzla sumo güləşi eləmək istəyirsiniz, amma imkanınız yoxdursa belə bir pultdur, sumo güləşi seti ala bilərsiniz. Bu isə yenə bir döyüşdür, amma bu böcəklərin döyüşüdür. Bunu da pultla idarə edə bilirsiniz. Bu isə Android telefonla ya da iPhone-la idarə olunan, həm iOS həm Android-ə gedən sərçədir. Yəni onunla idarə olunur. Bu isə Nerf'ün icad etdiyi və buraxdığı bir maşındır. Pultludur bu da. Bu isə Star Wars'un sevimlisi robotun, yəni adı yadımdan çıxdı, robotun kiçik maketi. Bu isə Android telefonunuzla idarə oluna bilən bir böcəkdir. Yaxşı bir böcəkdir, amma o qədər də işə yaradığını mən sanmıram. Nəysə dostlar, bu videomuzda bu qədər. Yaxşı günlər, sağ olun, salamat qalın. Like etməyi və abunə olmağı unutmayın. Sağ olun.